Hə, deməli, plümbumun da reaksiyasını yazıram. Qurğuşunun sulfat turşusu ilə reaksiyasını yazıram. Qatı sulfat turşusuna plümbum HSO4. Bilirsiniz ki, qurğuşun turş duz əmələ gətirir. Ona görə diqqətli olun. Bu reaksiyaları önəmlidir. Əmsallaşdırıram. Yəni qurğuşun, yəni plümbum 0-dan keçir müsbət 2-yə. 2, sulfat turşusu müsbət 6-dan müsbət 4-ə yenə 2, ixtisar gedir 2-lər 1, 1 və plümbum qabağı 1 olur. Sulfatda, yəni duzun içində S2 dənədir. Bir dənə də kənarda S var. Cəmi eləyir 3. Ona görə sulfatın qabağına 3 düşür. Suyun da qabağına, buradakı 2 dənə hidrogen də nəzərə alın. Çünki duzun içində 2 mol hidrogen var. Bizdə də burada 3 vur 2 eləyir 6. 6-dan ikisini çıxıram. Burada duzun içindəki 2 dənə hidrogen çıxıram 4. Deməli, suyun qabağına 2 vur 2 yazıram. Eləyir 4. İndi mənə deyir ki, biz misi bilmirdik. Misin qarşısına x qeyd eləmişik və əmsalar hamısı x olub. X mol, 2x mol, x mol, x mol, x mol. İndi biz keçirib qurğuşuna. Qurğuşunda da yenə y mol yazacağıq. Bilmirik nə qədər götürüblər. Ona görə bu sulfat turşusu 3y olur. 1 mol olanlar y olur. 2 mol olanlar 2y. Deməli, bizə cümlə verib ki, plümbum və misdən ibarət 5 mol qarışıq. Biz bu zaman nə etməliyik? Plümbum və misdən ibarət 5 mol qarışıq deyirsə, deməli, x plus y bərabərdir 5 yazacağım. Və deyir, qatı sulfat turşusu reaksiyaya daxil olduqda 2 mol normal duz alınır. Deməli, normal duzumuz yalnız nədən alınıbdır? Misdən alınıb. Altına 2 molu yazsam və buna görə tənasüb qurub misi tapa bilərəm. Nəyə görə? Çünki qarışıqda hansı maddələr var? Mis və plümbum həmişə qarışıq məsələlərində qarışığın tərkibində olan maddələri tapmağa çalışın. Tapın, görək misimiz nə qədər sərf olunub? X qədər sərf olunubdur 2-yə. Normalda Cooper metodunun əmsalını 1 tapmışdıq. 1 mola isə 1 mol mis reaksiyaya daxil olub. Tənasübü kənarda da yaza bilərəm. 1 mol mis reaksiyaya daxil olan 1 mol mis SO4 alınır, yəni normal dozumuz. X mol girəndə isə 2 mol alınıb. X eləyəcək 2. Deməli, misimizə 2 mol düşübdür. 5 mol qarışığın 2 molu nədir? Misə aiddir. Qalanı da 3 molu da ki, nəyə aid olacaq? Plümbuma. Niyə? Çünki bu hissənin altı pozum. Çünki 5 mol ikisi bir yerdə cəmi 5 moldursa 2 mol misdir, 3 mol da qurğuşuna, plümbuma aiddir. Və mən plümbumdan y-imi artıq tapmışam. Buranı da pozaq. Da əmsallarını y yazmışdım. Onlara ehtiyacımız yoxdur. Bunları düzəldək. 3 mol H2SO4. 1 mol plümbum. Bu da 1 mol SO2 idi. İndi bizi soruşur ki, reaksiyaya daxil olan turşunun mol miqdarı. Plümbumdan da, deməli 3 mol plümbumdursa, biz tənasüb quraq, tapaq görək 3 mola nə qədər sərf olunur. 1 mol plümbuma 3 mol H2SO4 sərf olunur. Yazıram 1 mola 3 mol H2SO4, yəni turşumuz. Amma bizim məsələmizdə plümbumu 3 mol verdikləri üçün, yəni biz 3 mol hesabladıq, tapdıq. X mol eləyir 9. Sonra keçirəm misdən tapıram. Misin də altındakı hesablamaları pozmaq istəyirəm ki, fikrimiz qarışmasın. Misi tapmışıq 2 mol, düzdürmü? Misin altına 2 mol qeyd edirəm. Sulfatın altına X yazıram. Normalda 1 mol girəndə isə 2 mol sulfat turşusu sərf olunubdur. Çünki misin qarşısı 1 idi. O da eləyəcək 4 mol sulfat turşusu. Cəmi neçə eləyir? 9-un üstünə 4 gəlirəm. Çünki cəmi turşu mol sayını istəyir. 9 mol qurğuşundan alınıb. 4 mol isə misin sulfat turşusunun reaksiyasından alınıb. Çünki 1 molundan 2 mol sulfat sərf olunubdur. 2 mol biz bayaqki məsələdə hesabladıq, tapdıq ki, 2 mol var qarışıqda. 2 mola nə qədərdir? 4. 9-un üzərinə 4 gələndə eləyəcək 13. Cavabımız 13 olur.